Məzun şagirdlər, bugünkü bölməmiz kinematika bölməsidir. Kinematika bölməsindən mexaniki hərəkətin təsviri, düzxətli bərabər sürətli hərəkət mövzusuna aid testlərin izahını verəcəm. Başlayalım birinci testdən. Deyir ki, yerdəyişmənin zamana görə dəyişmə yeyinliyini xarakteriz edən fiziki kəmiyyət necə adlanır? Bu adlanır uşaqlar sürət, yəni Sx bölünsün T. Nəyi verir bizə? Vx-i verir, sürəti verir. Sonra 2. Mexaniki hərəkət zamanı aşağıdakı kəmiyyətlərdən hansı sıfıra bərabər ola bilər? Sıfıra bərabər ola bilər demişdik uşaqlar. Hansı idi? Yer dəyişmə idi. Sx-ımız idi. Kinetik enerji xeyr. Əgər hərəkətdən söhbət gedirsə, kinetik enerji sıfır ola bilməz. Gedilən yol, hərəkətdən söhbət gedirsə, gedilən yol sıfır ola bilməz. Sonra yer dəyişmə, bəli, yer dəyişmə sıfıra bərabər ola bilər. Cismin kütləsi xeyr, gedilən yola görə hərəkətin orta sürəti xeyr. Cavabımız oldu C variantı. 3. Ədədi qiymətcə vahid zamanda yer dəyişməyə bərabər olan fiziki kəmiyyət necə adlanır? Vahid zamanda deyəndə deməli uşaqlar birbaşa T-ni məxrəcə yazacaqsınız. Vahid zamanda yer dəyişməyə bərabər olan Sx-ə bərabər. Yəni Sx bölünsün T bizə nəyi verir? Vx-i verir, sürəti. D variantı. Yəni 3-ün də cavabı, yəni ədədi qiymətcə vahid zamanda yer dəyişməyə bərabər olan fiziki kəmiyyətimiz sürət adlanır. Sonra 4. Verilmiş hərəkət şəraitində ölçüləri nəzərə alınmayan cisim necə adlanırdı? Demişdik ki, verilmiş şəraitdə ölçüləri nəzərə alınmayan cismin maddi nöqtə deyilir və C variantı. 5. Cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən istiqamətlənmiş düz xətt parçası necə adlanır? Deməli, demişdik ki, trayektoriyanın başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçası nə adlanır? Yer dəyişmə adlanır. Cavabımız olacaq yer dəyişmə A variantı. 6. Cismin sürəti ilə zaman hasili hansı fizik kəmiyyətə uyğundur? Sürət, vuraq, zaman bizə nəyi verir? Deməli, yolu verəcək. Gedilən yolu. Eli. D variantı. Sonra 7. Deyir, cismin digər cisimlərin nəzərən zaman keçdikcə fəzada vəziyyətin dəyişməsi necə adlanır? Mexanik hərəkət adlanır. Cismin digər cisimlərin nəzərən vəziyyətin dəyişməsinə mexanik hərəkət deyilirdi. Sonra 8. Bərabər sürətli hərəkət edən cismin getdiyi yolun zamandan asılı qrafiki verilmişdir. Cismin sürətini hesablayın. Sürətimiz, deməli, gedilən yolun zamandan asılı qrafiki verir. S-in T-dən asılılığı və sürətimizi istəyir. V-nin düsturu necə idi? V bərabərdir S bölünsün T-yə. İndi uşaqlar baxırıq ki, biz zamanınızı məsələn 2 götürmüşəm, 2 saniyə. 2 saniyədə fikir verirsinizmi? Qrafikdən gətirib kəsişdirirəm və perpendikulyar olaraq S oxuna yönləndirirəm. Deməli, bizim cisimimiz 2 saniyədə nə qədər məsafə qət edib? 10 metr. Gətirib yerinə qoyacam. Zamanın yerinə 2, sonra S-in yerinə də 10. Cavab elədi neçə? 5. Və yaxud da uşaqlar, mən 4 saniyədə gedilən yola baxım. Görüm 4 saniyədə nə qədər yol getmişik. Baxın, 4 saniyədə də 20 metr yol getmişik. Eyni ilə yenə də S-in yerinə 20, zaman yerinə 4 qoyanda yenə olacaq sürətimiz neçə? 5. S-in T-dən asılılığı xəttdə asılılıqdırsa, deməli bu düz xətli bərabər sürətli hərəkətdir. Düz xətli bərabər sürətli hərəkətdə də sürətin həm ədədi qiyməti, həm istiqaməti dəyişmir. Fikir verirsinizmi? Ədədi qiymətcə də eyni oldular. 9. Bərabər sürətli hərəkət edən cismin sürəti modulunu zamandan asılı qrafiki verilmişdir. Cismin 20 saniyədə getdiyi yolu hesablayın. Yadınızda saxlayın ki, V-nin T-dən asılı qrafiki veriləndə biz gedilən yolu və yaxud da yer dəyişməni müəyyən etmək üçün qrafikin altında qalan fiqurun sahəsini tapmalıyıq. Yəni, burada da qrafikimiz hansıdır? Bax, bu qrafiklə zaman oxu arasında qalan hissə. Bax, bu hissə. Fikir verirsiniz, bax, bu hissənin sahəsi bizə gedilən yolu və yaxud da yer dəyişməni verəcək. Fiqurumuz da nə oldu? Düzbucaqlı oldu. Ona görə də bizim gedilən yolumuz L bərabərdir S fiqur. O da bərabərdir. Fiqurumuz da düzbucaqlı olduğuna görə və düzbucaqlının sahəsi də eni vuraq uzunluqdur. Bizim enimiz nə qədərdir? 20. Vuraq uzunluğumuz da neçədir? Uzunluğumuz da 40. Fikir verirsiniz. 20 vuraq 40. O da elədi neçə? 800 metr. Amma cavablarımızı kilometrlə veriblər. Kilometrə çevirmək üçün 800, deməli, vuraq 0,1 kilometr. Deməli, cavabımız olacaq 0,8 kilometr. D variantı.
10. Bərabər sürətli hərəkətdə yolun zamandan asılı qrafiki hansıdır? Biz demişdik ki, bərabər sürətli hərəkətdə sürətimiz V bərabərdir. S bölünsün T düsturundan gedilən yolumuzu tapsaq, S bərabərdir V vuraq T. Bərabər sürətli hərəkətdə dedik, sürət həm ədədi qiymətcə, həm də istiqamətcə nədir? Sabit qalır. Onda S-imiz T-dən necə asılı olacaq? Düz mütənasib asılı olacaq. Cavab B variantı. 11. Bərabər sürətli hərəkətdə sürətin modulunun zamandan asılı qrafiki hansıdır? Eyni ilə bax, bərabər sürətli hərəkət. Bərabər sürətli hərəkətdə sürət dedik ki, V vektoru bərabər nədir? Konstdur. Sürətin həm ədədi qiymət, həm istiqaməti zaman keçdikcə dəyişmir. Ona görə cavabımız C variantı olacaq. 12. Cismin sürətinin modulunun zamandan asılı qrafikinə görə 2 saniyədə getdiyi yolu hesablayın. İndi 2 saniyədə getdiyimiz yolu tapmaq üçün yenə də biz hansı qaydadan istifadə edəcək? Fiqurun sahəsindən. Gedilən yolu tapmaq üçün bax, diqqətlə fikir verin. V-nin T-dən asılı qrafiki verilərsə və gedilən yol və yaxud da yer dəyişməni tapmaq üçün biz fiqurun sahəsini tapmalıyıq. Qrafikin altında qalan fiqurumuz da düzbucaqlıdır. Ona görə onun sahəsini tapmaq üçün, yəni L gedilən yolumuz bərabərdir S fiqur. Sahəni də tapmaq üçün eyni uzunluğa vuracağıq. Yəni Elimiz 2 saniyədə getdiyi yol istəyir. Vuraq 10. O da elədi 20 metr. Cavabımız oldu B variantı. 13. Cismin sürətinin zamandan asılı qrafikinə əsasən müşahidəyə başlayandan 4 saniyə ərzində getdiyi yolu hesablayın. 4 saniyə ərzində deyir. Yenə də indi 4 saniyə ərzində getdiyimiz yolu tapmaq üçün yenə fiqurun sahəsini tapmalıyıq. L bərabərdir S fiqur. O da bərabərdir. Deməli, enimiz 4'dür, uzunluğumuz 5'dir. 20 metr. C variantı. 14. 90 km/saat sürəti metr/saniyə ilə ifadə edin. Biz bir qayda demişdik ki, kilometr/saatı metr/saniyə çevirmək üçün neçəyə vurmalıyıq? Çevirmək üçün 18'də 5'e vuracağıq. Yəni 90 vuraq 18'də 5 metr/saniyə. O da bərabərdir 18 ilə 90 ixtisar gedir. Qarı 5, 5'i də 5'e vuranda 25 metr/saniyə. Cavab oldu 25. D variantı. 15, 54 km/saat sürəti metr/saniyə ilə ifadə edin. Eyni ilə eyni qaydadan istifadə edirik. 54 vuraq 18'də 5 metr/saniyə. O da eləyəcək neçə? 18 ilə 54 ixtisar gedir. Qalır 3. 3'ü də 5'e vuranda 15 metr/saniyə. C variantı. 16. Düz xətli bərabər sürətli hərəkət zamanı dedik, sürətin həm ədədi qiyməti, həm istiqaməti sabit qalır. Yəni V vektoru bərabər konstant. Cavab C variantı. 17. Bir düz xətt üzrə hərəkət edən iki maddi nöqtənin koordinatın zamandan asılı qrafikləri verilmişdir. Demək, X-in T-dən asılı qrafiki verilibdir. Müşahidəyə başlayandan 3-cü saniyənin sonunda maddi nöqtələr arasındakı məsafəni hesablayın. Deməli, 3-cü saniyənin sonunda bu maddi nöqtələr arasındakı məsafəni hesablamalıyıq. Gəlin bunu mən qrafik olaraq təsvir edeyim. Deməli, X ox üzərində təsvir edəcəm. Bura bizim koordinat başlanğıcımızdır. Baxalım, bu cismi birinci cisim adlandıracağım, bunu ikinci cisim adlandıracağım. Birinci cisimimiz görürsünüzmü, koordinat başlanğıcından 10 metr məsafədə dayanıbdır. Burada dayanıbdır. Bu birinci cisimimizdir, burada dayanıb. Və 3 saniyədən sonra o koordinat başlanğıcından 25 metr məsafədə gəlib dayanacaq. Deməli, bizim birinci cisimimiz artıq bir iştirik qoyuram. Koordinat başlanğıcından deməli 25 metr məsafədə dayanıb 3 saniyədən sonra. 3 saniyədən sonra. İndi keçəyin ikinci cisimə baxalım. İndi ikinci cisimi təsvir edirəm. İkinci cisimi isə fikir verirsinizsə uşaqlar. İkinci cisimi isə elə koordinat başlanğıcından 25 metr məsafədə dayanıbdır. Yəni hərəkət etmir. Fikir verirsinizmi? Hərəkət etmirsə 3 saniyədən sonra yenə yuxarıda olacaq, bax burada olacaq. İkinci cisim yenə də deməli olduğu yerdən, olduğu nöqtədə olacaq. Fikir verirsinizmi? Birinci cisim hərəkət elədi, koordinat başlanğıcından 25 metr məsafədə dayandı, amma ikinci cisim elə 25 metr məsafədə dayanmışdı. Onda onlar arasındakı məsafə hər ikisi də eyni nöqtədə dayanıb artıq. Hər ikisi ikinci cisim də buradadır.
Hər ikisi də eyni nöqtədədirsə artıq onlar arasındakı məsafə nəyə bərabər olacaq? 0-a. Y variantı. İndi bir qayda deyirəm. Koordinatın zamandan asılı qrafiki verilərsə, bax bu tipli məsələlərdə, bax belə bir tipli məsələdə verilir. V-nin T-dən asılı qrafikdə verilə bilər. Bax belə bir qrafik verilə bilər. Burada artıq cisimlər arasındakı məsafə 0-dır deyə bilmərik. Burada sürətlər bərabərdir. Yəni qrafiklərin kəsişməsi V-nin T-dən asılı qrafiki veriləndə sürət qrafiklərinin kəsişməsi yalnız sürətlərimizin bərabərliyindən söhbət gedir həmin zaman anında. Yəni bizim artıq cisimlər arasındakı məsafə 0-dır deyə bilmərik. Amma artıq x-in T-dən asılı qrafiki veriləndə və qrafiklər kəsişibsə və kəsişmə zamanı anında onlar arasındakı məsafə 0-a bərabərdir. Cavab Y variantı. 18 də eynilə 17 tipli məsələdir. Deyir, bir düz xətt üzrə hərəkət edən iki maddi nöqtənin koordinatının zamandan asılı qrafikləri verilmişdir. Müşahidəyə başlayan 4-cü saniyənin sonunda maddi nöqtələr arasındakı məsafəni hesablayın. Baxın, 4-cü saniyənin sonunda, yəni 4-cü saniyədə, bax burada. Onlar nə ediblər? Kəsişiblər. Fikir verirsənmi? Maddi nöqtələr arasındakı məsafə onda nəyə bərabər olacaq? 0-a. Çünki 4 saniyədən sonra yenə də hər ikisi eyni nöqtədə olacaq. Gəlin bunu yenə də qrafik şəklində təsvir edelim, yaxşı aydın olsun sizə. Bu bizim birinci cisimimiz olsun, bu da ikinci cisimimiz olsun. Birinci cisimimiz artıq koordinat başlanğıcındadır. Bax, burada dayanıbdır. Fikir verirsinizsə, birinci cisim burada dayanıbdır. Sonra 4 saniyədən sonra harada gəlib dayanacaq? Koordinat başlanğıcından 20 metr məsafədə. Baxın, 4 saniyədən sonra birinci cisim gəlib koordinat başlanğıcından 20 metr məsafədə dayanacaq. Bunu eləyəcəm. Bir işdirik. Fikir verdinizmi? İndi keçək ikinciyə. İkincini təsvir eləyək. İkinciyə baxaq indi. İkinci fikir verirsinizmi? Hələ başlanğıcında, koordinat başlanğıcından 40 metr məsafədə dayanıbdır. Buradadır. İkinci cisim. Bu ikinci cisimdir. İndi artıq hərəkət eləyib 4 saniyədən sonra koordinat olan əksi istiqamətində hərəkət eləyibdir. 4 saniyədən sonra gəlib də artıq bax bura. Birinci cisim bax 4 saniyədən sonra gəldi bura. İkinci cisim də 4 saniyədən sonra gəldi bura. Fikir verirsinizmi? 2 işdirik. Hər ikisi də 4 saniyə sərf edibdir bu gedişə. Və hər ikisi də eyni nöqtədə dayanıb sonda 4 saniyədən sonra. Onda onlar arasındakı məsafə nəyə bərabər olacaq? 0-a. 19. Bir düz xətt üzrə hərəkət edən iki cisimin koordinatın zamandan asılı qrafiki verilmişdir. Müşahidəyə başlayandan sonra hansı zaman anında və ya anlarında cisimlər görüşmüşdür? Biz dedik ki, uşaqlar, x-in T-dən asılı qrafiki verilərsə və görüşmə anını müəyyən etmək istəyirsə, qrafiklərin kəsişməsinə baxacağıq. Yəni, qrafiklərimiz harada kəsişibsə, deməli, həmin zaman anında cisimlərimiz görüşübdür. Baxın, qrafiklərimiz birinci, bax, burada kəsişibdir. Baxın, qrafiklərimiz hansılardır, uşaqlar? Birinci onu təsvir edeyim. Bax, birincinin qrafiki budur. İkincinin qrafiki isə budur. Fikir verirsiniz, bax. Fikir verdinizmi? İndi gəlin görək hansı zaman anında kəsişiblər bunlar. Baxağın. Bax, bir burada kəsişiblər. Bir də burada kəsişiblər. Gəlin zaman anlarına baxaq. Olacaq birinci saniyə. Digər isə 4-cü saniyə. Birinci və 4-cü saniyədə bunlar görüşüblər. Yəni qrafiklər x-in yenə vurğulayıram. X-in T-dən asılı qrafiki verilərsə bu metoddan istifadə edirsiniz. Qrafiklərin kəsişməsi metodundan. Yəni x-in T-dən asılı qrafik verilibsə və onların görüşmə anını müəyyən etmək istəyiriksə kəsişmə nöqtələrinə baxacaqsınız. Kəsişmə nöqtəsi hansı zamana uyğun gəlirsə həmin zaman anlarında cisimlər görüşüblər. Yəni birinci və 4-cü saniyədə. Cavabımız olacaq C variantı. 20. Bir düz xətt üzrə hərəkət edən iki cismin koordinatın zamandan asılı qrafiki verilmişdir. Müşahidəyə başlayandan sonra hansı zaman anında və yanlarında cisimlər görüşmüşdür. Yenə görüşmə anlarını istəyir və biz kəsişmə hissələrinə baxacağıq. Qrafiklər bir bu zaman anında kəsişiblər, bir də bu zaman anında. Gəlin kəsişməsinə baxaq, görək hansı zaman anını düşür. Birinci və 5-ci. Birinci və 5-ci saniyə zaman anlarında görüşüblər. Y variantı. X ox üzrə düz xəttli bərabər sürətli hərəkətdə cisim sürətin proyeksiyası hansı ifadə ilə təyin olunur? Deməli, sürətimizin X ox üzrə proyeksiyasının düsturu. Birinci sürətin düsturunu yazağın. Vx bərabər nəyə? Sx bölünsün T'yə. Sx-in də düsturu necə idi? X çıxaq. X0 bölünsün T'yə. Cavab B variantı. 22. Düz xəttli bərabər sürətli hərəkətdə sürət hansı ifadə ilə təyin olunur?
V bərabərdir S bölünsün T. A variantı. Sonra 23. 23. Düz xətli bərabər sürətli hərəkətdə cismin hərəkət müddəti hansı ifadə ilə təyin olunur? T bərabərdir S bölünsün V. Y variantı. 24. Düz xətli bərabər sürətli hərəkətdə gedilən yol hansı ifadə ilə təyin olunur? S bərabərdir V vuraq T. C variantı. Uşaqlar, diqqətli olmaq lazımdır. Bir var bərabər sürətli hərəkət, bir də var bərabər təcilli hərəkət. Yəni, bərabər sürətli hərəkətdə gedilən yolu və yaxud da yer dəyişməni tapmaq üçün sürəti zamana vurmaq lazımdır. C variantı. 25. Düz xətli bərabər sürətli hərəkətdə yer dəyişmənin proyeksiyası hansı ifadə ilə təyin olunur? Sx bərabərdir Vx vuraq T'yə. Cavab A variantı. 26. Yer dəyişmənin düzgün tərifi hansıdır? Deməli, dedik ki, cismin trayektoriyasının başlanğıc və son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçası. Baxın, bir C-yə baxacam, bir də Y-yə baxacam. C-də deyir, cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən düz xətt parçasına yer dəyişmə deyilir. Bir də var, cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən istiqamətlənmiş düz xətt parçası. Yer dəyişmə vektorial kəmiyyəti və istiqaməti olduğuna görə ona artıq istiqamətini biz vurğulamalıyıq tərifdə. Cavab Y variantı. Trayektoriya nədir? Trayektoriya, deməli, uşaqlar, maddi nöqtənin hərəkəti zamanı cızdığı xəttə trayektoriya deyilir. A variantı. 28. Düz xətli bərabər sürətli hərəkət edən maddi nöqtənin koordinatının zamandan asılı tənliyi hansıdır? Bizim tənliyimiz necə idi? X bərabərdir X0 üstəgələk Vx vuraq T. Cavab D variantı. 29. Düz xətli bərabər sürətli hərəkətdə gedilən yol ilə yer dəyişmə vektorunun modul arasında hansı münasibət doğrudur? Uşaqlar, yadınızda saxlayın ki, düz xətli bərabər sürətli hərəkətdə cismimiz istiqamətini dəyişmir və trayektoriyasında forması düz xətdir. Ona görə də həm trayektoriyasının forması düz xətdir, həm də istiqamətini dəyişmir. Və biz bilirik ki, bir istiqamətli düz xətli hərəkətdə gedilən yolla yer dəyişmə bir-birinə bərabərdir. Yəni, L bərabərdir S. Y variantı. Yenə deyirəm, düz xətli bərabər sürətli hərəkətdə istiqamətimiz dəyişmədiyinə görə, trayektoriyanın da forması düz xətt olduğuna görə gedilən yolla yer dəyişmə bir-birinə bərabər olacaq. Cavab Y variantı. 30. Əgər xətli hərəkətdə gedilən yol ilə yer dəyişmə vektoru modul arasında hansı münasibət doğrudur? Əyri xətli hərəkət, baxın, uşaqlar, budur. Əyri xətli hərəkət, trayektoriyanın başlanğıc bu hissəsi budur, sonda budur, məsələn. Bu bizim getdiyimiz yoldur, trayektoriyanın uzunluğu yoldur, L. Bu isə yer dəyişmənin tərifi necə oldu? Trayektoriyanın başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçası. Bu isə bizim yer dəyişməmizdir, SX-imizdir. Və buradan da göründüyü kimi gedilən yolumuz əyri xətli hərəkətdə, gedilən yolumuz yer dəyişmədən həmişə böyük olur. Cavabımız Y variantı. 31. Düz xətli hərəkət edən cisimlərin sürətlərinin proyeksiyalarının V1x bölünsün V2x nisbətini hesablayın. Deməli, bizə yolun zamandan asılı qrafiki verildi və sürətlərin nisbətini istəyir. Gəlin qrafikləri oxuyaq birinci. Gəlin baxaq. Birinci qrafikimiz budur, uşaqlar. Deyirik ki, 10 saniyədə birinci cisim nə qədər məsafə qət eləyibdir? 50 metr. 50 metr. İndi ikinciyə fikir verirəm. İkinci isə, fikir verirsiniz, ikinci budur. İkinci də yenə 10 saniyədə nə qədər məsafə qət eləyibdir? 20 metr. Fikir verirsiniz mi? Hər iki halda zaman anlarımız eynidir. Zamanlarımız getdi. Düsturumuz V'nin düsturu nədir? V bərabərdir Sx bölünsün T'dir. Vx bərabərdir Sx bölünsün T. Və zaman anımızı çıxdaş eynidir. Onda sürətimiz gedilən yolla yer dəyişmə ilə necə asılıdır? Düz mütənasib asılıdır. Və asıllıq quracağıq. Yəni, buradakini əsasən asıllıq quracağım. Yəni, V1x bölünsün V2x bərabərdir S1x bölünsün S2x. Aha, indi yerinə yazaq nədədir qiymətləri? V1x bölünsün V2x bərabərdir. S1-imiz nə qədər oldu? 50. 50 bölünsün. S2-imiz isə nə qədər oldu? İkincisi nə qədər məsafə qət eləyib 10 saniyədə? 20. Bunlar bir ixtisar getdi, qaldı 2,5. D variantı.
32. Deməli, düz xətli hərəkət edən cisimlərin sürətlərinin proyeksiyalarının V1x bölünsün V2x nisbətini hesablayın. Yenə sürətlərin nisbətini istəyir. Yenə qrafikimizi oxuyağın gəlin. Birinci cisim, bax budur. Baxalım, birinci cisimimiz 5 saniyədə nə qədər məsafə qət eləyib? 20 metr. İndi keçək ikinciyə. İkinci cisim 10 saniyədə 20 metr məsafə qət eləyib. Gəlin yazalım. Bir də yazıram. Bax, birinci cisim 5 saniyədə 20 metr məsafə qət eləyib. İkinci cisim isə 10 saniyədə 20 metr məsafə qət eləyib. Yenə indi nələr eyni oldu? Məsafələr eyni oldu. Qət etdiyimiz məsafələr. S-lərimiz eyni oldu. Ona görə də düsturumuzu yazırıq. V bərabərdir Sx bölünsün T. S-lərimiz eynidir. Çıxdaş getdi. V-miz T ilə necə asıldı? Tərs. Yazalım. V1x bölünsün V2x bərabərdir. Həmişə buradakini əsasən yazırıq. Verilənə əsasən. T tərs mütənasib olduğuna görə T2 bölünsün T1. Yəni T2, T1 də qeyd edək. Bu T1-imizdir. Bu da T2-imizdir. Yerinə yazağın. V1x bölünsün V2x bərabərdir. T2-miz nə qədər oldu? 10 saniyə bölünsün 5 saniyə. Belədir 2. Cavab D variantı. 33. Cismin koordinatının zamandan asılı qrafikinə əsasən onun sürətinin x ox üzrə proyeksiyasını hesablayın. Vx istəyir. Deməli, gəlin qrafiki oxuyağın. X-in T-dən asılılığıdır. Deməli, bu bizim 5 saniyəmiz, zamanımızdır. Başlanğıc koordinatımız x0-ımız 5-dir. Sonra 5 saniyədən sonra onun son koordinatı nə qədər olubdur? 20 metr. Sürətin koordinatdan asılılıq düsturu var. Vx bərabərdir. X çıxaq x0 bölünsün T. Bu düsturda verilən ədədi qiymətləri yerinə qoyub hesablayacağıq. X-ımız 20, çıxaq x0-ımız 5 bölünsün zamanımız da 5. Elədir 3. B variantı. 34. Cismin koordinatının zamandan asılı qrafikinə əsasən onun sürətinin x ox üzrə proyeksiyasını hesablayın. Yenə də eyni qaydadan istifadə edəcəyik. Zamanımız 4-dür. Başlanğıc koordinatımız 4-dür. 4 saniyədən sonra onun son koordinatı 16-dır. Sürətinin x ox üzrə proyeksiyası Vx istəyir. X çıxaq. X0 bölünsün T. O da bərabərdir. X-ımız 16 çıxaq. 4. Son koordinat, başlanğıc koordinatımız 4. Zamanımız da 4. Elədir 3. A variantı. 35. X ox üzrə hərəkət edən cisimlərin hərəkət tənlikləri verilmişdir. Eyni zaman müddətində T-lərimiz eyni T bərabərdir const. Eyni zaman müddətində hansı cismin yer dəyişməsi modulu ən böyükdür? Sx. Sx-in düsturu necə oldu uşaqlar? Vx vuraq T-yə. T-lərimiz eynidir. Bax, T-nin üstündən çıxdaş getdik. T eynidir. Deməli, yer dəyişmənin modulu ən böyükdür. Yer dəyişmənin böyük olması üçün sürətimiz də ən böyük qiymət almalıdır. İndi baxaq görək burada artıq tənliklərdə hansı ədədi qiymət bizə sürəti verir? Tənliyimiz necə idi uşaqlar? X bərabərdir x0 üstə gələk vt. Vxt. Deməli, nəyin əmsalı bizə sürəti verir? T-nin əmsalı. Fikir verirsinizmi? T-nin əmsalındakı ədədi qiymət bizə sürət verir. Deməli, birincidə T-nin əmsalı 3-dür. İkincidə 6-dır. Üçüncüdə C-də 4-dür. D-də 2-dir. Sonra Y-də də 1-dir. T-nin əmsalı 1-dir. Və yadınızda saxlayın ki, modul deyir. Söhbət moduldan gedəndə artıq biz işarələrə baxmayacağıq. Ədədi qiymətcə T-nin əmsalı harda ədədi qiymətcə böyüksə onu götürəcəyik. Yəni, cavabımız olacaq B variantı. Yəni, x bərabər 10-da görə 6T. Burada sürətimiz 6-dır. Ona görə də yer dəyişməmiz ən böyük qiymət olacaq. 36. Deyir, x ox üzrə hərəkət edən cisimlərin hərəkət tənlikləri verilmişdir. Eyni zaman müddətində hansı cismin yer dəyişməsi modulu ən kiçikdir. Yəni, eyni zaman deyir, T bərabərdir konustur. T stabildir. Yer dəyişmə modulu ən kiçikdir. Sx-in ən kiçik qiymətini axtarırıq. Yenə də Sx bərabərdir Vx vuraq T və buradan T-lər eynidir. Sx-in kiçik qiymət alması üçün Vx-imiz ən kiçik qiymət almalıdır. Özü modulu, yəni işarələrə baxmayacaq, ədədi qiymətcə baxacaq. Və baxalım, birincidə əmsalımız 1-dir, A variantında əmsal 1-dir. T-nin sürət dedik ki, nədir? T-nin əmsalı bizə sürəti göstərir. Hansı tənliyə əsasən x bərabərdir 0 üstə gələk Vx T düsturuna əsasən T-nin əmsalı
bizə nə edir? Sürəti göstərir. Getdik. Birinci A variantında T'nin əmsalı 1'dir, burada 3'dür, burada 4'dür, burada 2'dir, burada da 6'dır. Cavabımız ən kiçik olması üçün ən kiçiyi götürəcəyik 1'i. A variantı. 37. Deyir, x ox üzrə hərəkət edən və hərəkət tənliyi x bərabərdir 6 üstə gəri 3t şəklində verilmiş maddi nöqtənin 4 saniyədə yer dəyişməsini hesablayın. Yer dəyişmənin düsturu necə oldu? Sx bərabərdir vx vuraq t'yə. Neçə saniyədə zamanımız verildi? 4 saniyədə. 4 saniyədə t'miz var. Bəs sürətimiz nə qədərdir? Tənliyə baxanda avtomatik bilirik ki, bu düz xətli bərabər sürətli hərəkətin tənliyidir. Və burada x bərabərdir x0 üstə gələk vt. Gördünüzmü? Deməli, bayaq dedik ki, sürət t'miz var 4 saniyə. T'nin yerinə 4 qoyacağım. V'miz isə tənlikdən götürəcəyik və t'nin əmsalı bizə sürəti verir. Sürətimiz də neçədir? 3'dür. Sx bərabərdir 3 vuraq 4'ə. Deməli 12. Y variantı. 38. X ox üzrə hərəkət edən və hərəkət tənliyi x bərabərdir 20 üstə gəri 6t şəklində verilmiş maddi nöqtənin 2 saniyədəki yer dəyişməsini hesablayın. Gəlin baxaq. Deməli, zamanımız verildi 2 saniyə. T'miz var. Və yer dəyişmə. Sx bərabərdir vx vuraq t. 37 nömrəli məsələ tiplidir. Vx vuraq t. T'miz var. Vx'imiz də gəlin tapaq. Dedi x bərabərdir x0 üstə gələk vt. Və t'nin əmsalı bizə nəyi verir? Sürəti. Yəni sürətimiz də nə qədər oldu? 6 metr bölünsün saniyə. Gətirib yerinə qoyaq. 6 vuraq. Zamanımız da 2 saniyə. 6 vuraq 2, 12. Cavab D variantı. 39. 1800 cm bölünsün dəqiqənin biz metr bölünsün saniyə ilə ifadə etməliyik. 1800 cm bölünsün dəqiqə. Çevirməliyik metr bölünsün saniyəyə. 1800 olduğu kimi yazırıq əmsalı. Burada bir kəsr xətti çəkirik. Santimetri baxın uşaqlar artıq 1 santimetri. İndi 1800 yazılandan sonra bir xəyalınızı canlandırın. Burada 1'dir. Burada da 1 dəqiqədir. 1 santimetri metrə çevirmək üçün neçəyə vurmalıyıq? Deməli 0,100-1'ə. 1 dəqiqəmizdə neçə saniyədir? 60. Mən öz metodum indi hal-hazırda tətbiq eləyəcəm. Vuranda 1800-i 0,100-1'ə vuranda bu sıfırlarla bunlar getdi. 18'də 60'a böləcəm. 18 bölünsün 60. Bu deyir 0,3 metr bölünsün saniyə. D variantı. 40. 900 cm bölünsün dəqiqəni metr bölünsün saniyəyə çevirməliyik. 900 santimetr bölünsün dəqiqə bərabərdir 900 vuraq. Neyi çevirməliyəm? Metr bölünsün saniyəyə. Eyni ilə bayaqki tipli məsələdir. Santimetri metrə çevirəcəm. 0,100-1'ə vuracam. Dəqiqəni də saniyəyə çevirəndə 60'a vuracam. Gəlin ixtisarlarımızı aparağın. 900 sıfırla bunlar getdi. Bərabərdir 9 bölünsün 60. O da eləyəcək 0,10'da 3. Deməli, uşaqlar üzrlə hesab eləyin. Hesablamada deməli 9 bölünsün 60. O da eləyəcək. Bundan bunu ixtisar eləyim. Qaldı 3. Burada da qaldı 20. O da eləyir 0,15. C variantı. 41. Cismin sürətinin zamandan asılı qrafiki verilmişdir. Cismin 30 saniyə müddətində getdiyi yol 10 saniyə müddətində getdiyi yoldan nə qədər çoxdur? Deməli 30 saniyədə getdiyi yol 41 yazdırıq. 30 saniyədə getdiyimiz yol tapağın. 30 saniyədə nə qədər yol gedibdir? Dedik ki, V-nin T-dən asılı qrafiki veriləndə gedilən yol tapmaq üçün fiqurun sayəsini tapacağıq. Fiqurun sayəsi nə qədər eləyəcək? L1 bərabərdir S fiqur 1. O da bərabərdir 30 vuraq 4. 120 metr. Birinci 120 metr gedibdir 30 saniyədə. İndi gəlin baxaq ikinciyə. L2 bərabərdir S fiqur 2. 10 saniyədə getdiyi yol görək nə qədərdir? 10 saniyədə isə nə qədər getmişik? Bu qədər.
Yəni 10 vuraq 4 40 metr. Deyir 30 saniyədə getdiyimiz yol 10 saniyədə getdiyi yoldan nə qədər çoxdur. 51 çıxaq 52-ni istəyir. 120 çıxaq 40 o da eləyir 80 metr. Cavab B variantı. 42. Cismin sürətinin zamandan asılı qrafiki verilmişdir. Cismin 20 saniyə müddətinə getdiyi yol 10 saniyə müddətdə getdiyi yoldan nə qədər çoxdur? 20 saniyəyə getdiyimiz yol tapalım. 20 saniyədə L1 bərabərdir. 20-ni 40-a vuracağım. 20 vuraq 40 elədi 80 metr. 20 deyirəm. 4-ə vuracağım uşaqlar. 20-ni 4-ə vuracağım. 80 metr. Sonra 10 saniyə müddətinə getdiyimiz yol. 10 saniyədə L2 bərabərdir. 10-u vuracağım 4-ə. Elədi 40 metr. L1 çıxaq L2-ni istəyir. 80 çıxaq 40. O da elədi necə? 40 metr. 43. X ox üzrə hərəkət edən iki cismin hərəkət tənliyi x1 bərabər 5 çıxaq 2t və x2 bərabər 2t çıxaq 5 şəklində verilmişdir. Onların nə qədər vaxtdan sonra görüşdüyünü hesablayın. Biz bayaq bir qayda dedik. Görüşməsi üçün son koordinatlarımız eyni olmalıdır. Yəni x1 bərabərdir x2 olmalıdır. Şərtimiz budur. Görüş şərtimiz budur. Və x1 x2-yə bərabər olmalıdır. Onda sol tərəfləri bərabərdirsə sağ tərəfləri də bərabər olmalıdır. Yəni 5 çıxaq 2t bərabərdir 2t çıxaq 5 tənliyində biz t-ni tapıb görüş zamanını müəyyən edəcəyik. Deməli, gəlin yazaq. 2t bunu yazdım. Bu 2t'ni də bu yana keçirəm. Olacaq 2t üstə gələ 2t bərabərdir 5 bunu yazdım. Mənfi 5 də o tərəfə keçirəndə müsbət 5. Oldu neçə? 4t bərabərdir 10-a. T də bərabərdir 2,5-ə. Cavab oldu A variantı. Yəni 2,5 saniyə müddətindən sonra görüşəcəklər. 44. Deyir, x ox üzrə hərəkət edən iki cismin hərəkət tənliyi x1 bərabərdir 5 çıxaq 3t və x2 bərabər 4t çıxaq 9 şəklində verilmişdir. Onların nə qədər vaxtdan sonra görüşdüyünü hesablayın. Yenə də görüşməsi üçün x1 bərabərdir x2 olmalıdır. Tənliklərə bərabərləşdiririk. 5 çıxaq 3t bərabərdir 4t çıxaq 9 və 4t-ni saxlayıram burada 4t. Mənfi 3t-ni keçirəm o tərəfində olacaq 3t müsbət. Və 5 mənfi 9 o tərəfə keçirəndə müsbət 9 eləyəcək. Bu da 7t bərabərdir 14-ə. T də bərabərdir 2 saniyə. 2 saniyədən sonra görüşəcəklər. B variantı. 45. Deyir, x oxu üzrə düz xətli hərəkət edən cismin koordinatının zamandan asılı qrafik verilmişdir. Bu cismin 6 saniyə ərzində getdiyi yolu hesablayın. 6 saniyə ərzində getdiyimiz yol tapmalıyıq. X-in T-dən asılılığı. Baxın uşaqlar, deməli 10 metr getmişik və 10 metrdə geri qayıtmışıq. Yəni 6 saniyədə ümumi nə qədər məsafə qət elədik? 20 metr. 10 metr getmişik, 10 metrdə geri qayıtmışıq. Ümumilikdə nə qədər məsafə qət etdik? Yəni getdik, nə qədər yol getdik? 20 metr. Yer dəyişmə olsaydı 0 götürəcəkdik. Amma gedilən yoldan söhbət getdiyinə görə cavabımız B variantı olacaq. 46. X ox üzrə düz xətli hərəkət edən cismin koordinatının zamandan asılı qrafik verilmişdir. Bu cismin ilk 6 saniyə ərzində getdiyi yolu hesablayın. Yenə gedilən yoldan söhbət gedir. Gedilən yoldan söhbət gedirsə, baxın uşaqlar. Yenə də 20 metr getmişik, 20 metrdə geri qayıtmışıq. Bu da cəmi nə qədər metr məsafə eləyir? 20, 20, 40. B variantı. Yer dəyişmə olsaydı götürəcəkdik, deməli 0. Amma gedilən yoldan söhbət getdiyinə görə gedilən yolumuz 0 ola bilməz. Hərəkətdən söhbət gedirsə gedilən yol 0 ola bilməz. 20 metr getmişik, 20 metrdə qayıtmışıq. Bax, bu belədir. Biz belə təsvir etsək x ox üzərində. Deməli, cismimiz, baxın, buradadır. Mənfi 20 buradadır. 20 metr, baxın, koordinat başlanğıcından gəlmişik 20 metr bura. Birinci. Sonra da geriyə qayıtmışıq. Yenə də burada dayanmışıq. Fikir versin. 6 saniyədən sonra yenə də koordinat başlanğıcında dayanmışıq. Yəni 20 getmişik, 20 də geri qayıtmışıq. Cavab oldu B variantı. Yəni işarəyə baxmırsınız burada.
Gedilən yoldan söhbət gedirsə, işarə yox, ədədi qiymətcə götürəcəksiniz. 47. X ox üzrə hərəkət edən cismin koordinatı zamandan asılı qrafiki verilmişdir. 1, 2 və 3 nöqtələrinə uyğun zaman anlarında cismin malik olduğu sürəti modullar arasında hansı münasibət doğrudur? Deməli, bizim V-nin düsturu var. V bərabərdir delta X bölünsün delta T. Sürətin koordinatdan asılılıq düsturu. Və demişdik ki, qrafikə baxır, düstura baxırsınız, həm bucaqla gedə bilərsiniz və yaxud da belə bir qaydadan da istifadə edə bilərsiniz. Eyni qrafikin üzərində olan nöqtələrdə sürətlərimiz ədədi qiymətcə eyni olacaq. Çünki düz xətlə bərabər sürətlə hərəkətdir. X-in T-dən asılılığı düz xətdirsə, bu düz xətli bərabər sürətlə hərəkətdir və eyni qrafikin üzərində bütün nöqtələrdə sürətlərimiz ədədi qiymətcə eynidir. Ona görə də V2 ilə V3 bir-birinə bərabər olacaq. V2 bərabərdir V3-ə. İndi biz V1-i müqayisə etməliyik. V1-i müqayisə edəndə yadınızda saxlayın ki, sizin artıq delta X-iniz nə qədər böyüksə, V-niz də o qədər olacaq. Yəni, qrafikiniz X oxuna daha meyilli olan, daha dik olan qrafikiz, orada sürət daha böyük olacaq. Yəni, 1, baxın, daha dikdir. X oxuna daha meyillidir. Ona görə də V1 daha böyük olacaq. V1 böyükdür, V2 bərabərdir V3-ə. Bu oldu bizim qrafik üsulu. Bir də bucaqla da gedə bilərsiniz. Bucaqla gedəndə də fikir verirsiniz, X-siz hardadır? Ordinatda. Ordinat bölünsün. Zamanınız da hardadır? Absisdə. Ordinatdakı kəmiyyət bölünsün. Absisdəki kəmiyyət bizə nəyi verirdi? Bucağın tangensini. Tangens alfa. Tangens alfa bucaqla düzüm tənasib asılı olduğuna görə, yəni artan funksiya olduğuna görə bucaq artdıqca tangensində dəyər artır. Ona görə də sürətimiz də birbaşa V-miz də bucaqla düz asılı olacaq. Fikir verirsinizsə, birin bucağı bax budur. Birin bucağı budur. 2 ilə 3-ün də bucağı eyni olacaq. Baxın, budur. 2 ilə 3-ün də bucağı budur. Gəlin, indi bucaqları müqayisə eləyək. Bucaqları alfa 1 böyükdür. Alfa 2 bərabərdir alfa 3-ə. Bucaqlar necədirsə, eynilə sürətlərimiz də eyni olacaq. V1 böyükdür. V2 bərabərdir V3-ə. Gördünüzmü? Eyni cavab aldıq. Deməli, cavabların arasından tapaq. V2 V3-ə bərabərdir. V1 də onlardan böyükdür. Y variantı. 48. X oxu üzrə hərəkət edən iki cismin hərəkət tənliyi x1 bərabər 8 üstə gələ 6t və x2 bərabər 24 üstə gələ 2t şəklində verilmişdir. Nə qədər vaxtdan sonra birinci cisim ikinci cisimə çatar? Burada artıq görüş anını istəyir. Uşaqlar yenə də x1 bərabərdir x2 qaydasından istifadə edəcəyik. 8 üstə gələ 6t bərabərdir 24 üstə gələ 2t və deməli 6t saxlayıram burada, 2t-ni bu tərəfə keçirəcəm. Çıxaq 2t bərabərdir 24 olduğu kimi yerində saxlayacağım. 8-i bu tərəfə keçirəcəm. Oldu nə? 4t bərabərdir 16-ya. T də bərabərdir 4 saniyə. Cavab D variantı. 49. Modulca eyni sürətlə, deməli sürətlərimiz eynidir. V1 bərabərdir V2. Modulca eyni sürətlə hərəkət edən iki cisimdən biri A nöqtəsindən B nöqtəsinə yarım çevrə boyunca, bax birinci cisim A-dan B yarım çevrə boyunca gəlibdir. Digəri isə AB düz xətti boyunca T2 müddətinə gəlir. Deməli, birincisi, deməli A nöqtəsindən B nöqtəsinə yarım çevrə boyunca T1 müddətinə gəlibdir. İkinci isə AB düz xətti boyunca T2 müddətinə gəlibdir. Baxın, ikinci isə bax, bu trayektoriya boyunca gəlibdir. Buradan bura. Deyir, T1 bölünsün T2 nisbətini hesablayın. Gəlin baxalım. Birinci düsturu yazaq. T'nin düsturu necə idi? T bərabər idi. S bölünsün V. Yazdıq mı? Və deyir, eyni sürətlə hərəkət edib. Onda sürətimizi çıxdaş edə bilərikmi? V getdi. Və T1 bölünsün T2 nisbətini istəyir. Onda mütənasiblik quraq. T1 bölünsün T2 bərabərdir. S-dən necə asılıdır? Düz mütənasib. S1 bölünsün S2-yə.
Gəlin baxaq. İndi yerinə qoyaq. T1 bölünsün T2 bərabərdir. S1'imiz birinci nə qədər məsafə qət eləyibdir? Baxın, baba bu qədər məsafə yarım çevrə boyunca. Çevrənin uzunluğun düsturu var idi. L nəyə bərabərdir? 2pi r. Onda biz yarım çevrə boyunca getmişiksə S1'imiz nəyə bərabər olacaq? L bölünsün 2-yə. Yəni L'imiz nə qədərdir? 2pi r bölünsün 2-yə. Buradan 2'lər ixtisar gedəcək. Qalacaq nə? Pi r. Birincini tapdıq. Birinci nə qədər məsafə qət edibdir? Pi r qədər məsafə qət edib. Gətirib yerinə qoyuram. Pi r. İndi keçirik ikinciyə. Bu oldu mənim S1'im. İndi S2'ni tapıram. S2 bərabərdir. Aha. S2'miz isə bax A'dan B'yə baba bu trayektoriya boyunca gəlibdir. Bax bu trayektoriya boyunca. Yəni çevrənin nədir? Diametri boyunca. Çevrənin də diametri nəyə bərabərdir? 2 radiusa bərabər deyil. Ona görə də alacaq nə? S2 bərabərdir 2r. S2'miz də oldu nə? 2r. İxtisarlarımızı gəlin aparağın. İxtisarlarımızı aparanda r'lər ixtisar getdi. Qaldı pi bölünsün 2. Cavab oldu pi bölünsün 2. Y variantı. 50 nömrəli test. Deməli, A nöqtəsində eyni vaxtda hərəkətə başlayan iki cisimdən biri V1 sürətlə yarım çevrə boyunca, digər isə V2 sürətlə AB düzxətti boyunca bərabər sürətlə hərəkət edərək B nöqtəsinə eyni vaxtda gəlir. Bu cisimlərin sürətlərinin V1 bölünsün V2 nisbətini hesablayın. Deməli, burada artıq zamanlarımız eynidir. Yəni, bir cisimimiz A'dan B'yə bu trayektoriya boyunca gəlir. Digər cisimimiz A'dan B'yə bu trayektoriya boyunca gəlir. Və deyir, hər ikisi də AB nöqtəsinin A'dan B'yə eyni zaman müddətinə gəlib çatıbdır. Zamanlarımız eyni. T bərabərdir konstant. Sürətin düsturunu yazaq. V bərabərdir S bölünsün T'yə. Və fikir verirsinizsə artıq zamanlar eynisə zamanı çıxdaş eləyəcəm. V S-dən necə asıldı? Düz mütənasib. Asıllıq quracam. V1 bölünsün V2. Buradakı asıllığı götürürük həmişə uşaqlar. Buna əsasən qururuq mütənasibliyi. V1 bölünsün V2 bərabərdir. S1 bölünsün S2'yə. Gəlin baxalım. 49 nömrəli testdə biz S1'i də S2'ni də tapmışdıq. Gəlin yazaq. S1'imiz nə qədər oldu? Yarım çevrənin uzunluğu qədər. Yarım çevrənin uzunluğu da olacaq pi r. Sonra ikinci cisimimiz S2'miz isə artıq deməli A'dan B'yə diametri boyunca gedir. Çevrənin diametri boyunca. Diametrimizə 2 radiusa bərabərdir. 2 r bərabərdir. Gətirib yerinə yazağım. V1 bölünsün V2 bərabərdir. S1'in yerinə pi r. S2'in yerinə 2r yazırıq. İxtisarlarımızı aparaq. R'lər ixtisar getdi. Qaldı pi bölünsün nədir? 2'yə. Cavab oldu pi bölünsün 2. B variantı. 51. Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Bu cismin koordinatının zamandan asılı qrafiki hansıdır? Gəlin baxalım uşaqlar. Deməli, V-nin T-dən asılı qrafiki verilibdir və qrafikimiz zaman oxundan yuxarıda təsvir olunubdur. Deməli, cisim düz xətli bərabər sürətlə hərəkət edir. Özü də X oxu istiqamətində düz xətli bərabər sürətlə hərəkət icra edir. Və yadımızda salağın ki, baxın, düsturumuz necə idi? X bərabərdir X0, üstə gələk VXT. Və buradan da göründüyü kimi X-ımız deməli T-dən necə asıldı? Düz mütənasib asıldı. Yəni T-nin dəyəri artdıqca X-in dəyəri də nə edəcək? Artacaq. Çünki V-miz müsbətdir. Sonra baxırıq ki, xətti düz asıldı. Cavabımız olacaq nədir? A variantı. 52 nömrəli testimiz X oxu üzrə hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Qrafikin göstərilən hissələrində sürətlər arasında hansı münasibət doğrudur? Buna aid biz test işlədik. X-in T-dən asılı qrafiki verilibdir və xəttidirsə artıq biz bilirik ki, bu düz xətli bərabər sürətli hərəkətin qrafikidir. Amma eyni fikir verirsinizmi? Qrafikin üzərində deyirlər nöqtələr. Ona görə də sürətlərimiz də fərqli olacaq və V bərabərdir delta X bölünsün delta T düsturuna əsasən dedik ki, hansı qrafikimiz X oxuna daha meyildirsə, daha dikdirsə, onun V-si daha böyük olacaq. Ona görə də görürük ki, 3 daha dikdir. Ona görə də V3, sonra gəlir V2, sonra gəlir V1. V3 böyükdür V2-dən, o da böyükdür V1-dən. Deməli, cavab A variantı.
53. X ox üzrə hərəkət edən cismi koordinatın zamandan asılı qrafiki verilmişdir. Grafikin göstərilən hissələrində sürətlər arasında hansı münasibət doğrudur? Yenə də x-in t-dən asılıdır. Eyni qayda ilə gedəcəyik. 52 nömrəli məsələni necə işləmişiksə, eyni metoddan istifadə edəcəyik. Yəni, hansı qrafikimiz daha dikdirsə, x oxuna daha meyillidirsə, deməli, orada sürətimiz daha böyük olacaq. Görürsünüz, birinci qrafikimiz daha dikdir, meyillidir x oxuna. Ona görə də V1, sonra gəlir V2, sonra gəlir V3. Cavab oldu V1, V2, V3. Y variantı. 54 nömrəli məsələmiz deyir, x ox üzrə hərəkət edən cismin hərəkət qrafikinə əsasən A nöqtəsinə uyğun zaman anını hesablayın. Deməli, A nöqtəsinə uyğun zaman anını tapmalıyıq. TA bərabərdir sual işarəsi. Gəlin görək bu deməli A nöqtəsinə uyğun zaman anını biz necə tapa bilərik? Onun düsturunu yazalım. Bizim son koordinatın düsturu var idi. X bərabərdir. Xəttdə asılı olduğuna görə x-in t-dən asılı. Bu düz xəttli bərabər sürətli hərəkətin grafikidir. Yəni hərəkətimiz düz xəttli bərabər sürətli hərəkətdir və onda son koordinatın düsturu necə idi? X bərabərdir x0 üstə gələk vx t. Bax, bizim məsələmiz bu düstura əsasən müəyyən olunacaq. Gəlin baxaq. X-imiz var. Bax, görürsünüz, A nöqtəsinə uyğun son koordinatımız var. X bərabərdir 10-a. X0-ımız, başlanğıc koordinatımız, grafikimiz hardan başlayıbdır? Baxın, buradan. Buradan da götürə bilərik, fərqi yoxdur. Gəlin, buradan götürək. X0-ımız da nə qədərdir? X0-ımız da -20. Deməli, X bərabərdir 10, son koordinatımız. X0-ımız -20. Sonra gəlirik sürətimiz. Sürətimiz yoxdur bir dənə. Bir də t-anı tapmalıyıq. Yəni, sürəti tapa bilərik. Sürəti hansı metodla tapacağıq? Bunları mən sileyim. Baxın, sürəti biz, baxın, uşaqlar, bax, x0-ımız var. X0 bərabərdir -20. Fikir verirsinizmi? 2 saniyədən sonra onun son koordinatı nəyə bərabər oldu? 0-a. Sürətin koordinatdan asılılıq düsturu var idi. V bərabər idi. X çıxaq. X0 bölünsün T düsturuna əsasən bütün nöqtələrdə sürətlərimiz ədədi qiymətcə eyni olacaq. Yəni, bax, 2 saniyədə də eyni qiymət alacaq, 3-də də, 4-də də, 5-də də və s. Ona görə də sürətimiz eynidir. Gəlin, buradan tapaqın. X-ımız, deməli, 0 çıxaq. X0-ımız -20 bölünsün. T-miz də nə qədərdir? 2 saniyə. 2. O da bərabərdir. Müsbət 20 bölünsün 2, o deyir 10. Deməli, sürətimiz oldu nə qədər? 10. Sürəti də tapdıq. V bərabərdir 10. İndi bütün verilənləri bu tənlikdə yerinə qoyub, biz buradan t-anı tapacağıq. Gəlin, yerinə qoyağın. X-ımız, deməli, x bərabərdir x0. Üstə gələk vxt. Bu düsturda yerinə qoyaq verilənləri. X-ımız 10'dur. 10 bərabərdir. X0-ımız -20. Üstə gələk Vx-ımız 10. Vuraq T-mizdə TA. Axtarırıq TA. Aha. Gəlin hesablayaq. Buradan deməli 10 TA bərabərdir. Bunu burada saxlayıram. -20'ni o tərəfə keçirəm. Olacaq 30. 10 üstə gələ 20, 30. TA da bərabərdir 3 saniyə. Zamanımız oldu 3 saniyə. A variantı. 55. Cisim A, B, C, D trayektoriyası üzrə hərəkət edir. Cismin getdiyi yol yerdəyişmə modulundan neçə dəfə çoxdur? Deməli, bizdən nə istəyir? Gedilən yol L bölünsün SX istəyir. L bölünsün SX bərabərdir sual işarəsi. Birinci gəlin gedilən yolun tərifini yadımıza salaq. Demişdik ki, trayektoriyanın uzunluğuna gedilən yol deyilir. Yəni A, B, C, D. Bu trayektoriyanın uzunluğu bizə gedilən yolu verəcək. Yəni L bərabərdir 5, üstə gələk 6, üstə gələk 3, bizə verəcək neçəni? 14. 14 metr. Gedilən yolu tapdıq. İndi gəlin trayektoriyanın tərifinə baxalım. Trayektoriyanın tərifi necə idi? Trayektoriya deyirəm, üzrlə hesablayın. Yerdəyişməni. Yerdəyişmənin tərifi necə idi? Trayektoriyanın başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçası. Yəni, bax, bu hissə artıq bizə yerdəyişməni verir. Trayektoriyanın başlanğıc nöqtəsi A-dır, son nöqtəsi D-dir. Bunları birləşdirdik, bu düz xətt parçası bizə yerdəyişməni verir. Ona görə də biz yerdəyişməni tapmaq üçün köçürmə metodunu eləyəcəm. Baxın, bu AB hissəsini bu hissəyə köçürdüm. Oldu neçə? 5.
Cəmi neçə elədi? Baxın bura ümumilikdə 8. Sonra bu BC hissəsini də aşağıya köçürdürəm. BC hissəsi də 6 metrdir. Burada oldu 6. Aha. Bax, burada oldu. Burada bir düzbucaqlı üçbucaq yaratdıq. Bura 8, bura 6. Bunlar katetlərimizdir. Burada da hipotenuz. Bizə hipotenuz lazımdır. Yəni SX-ımız, buradakı SX-ımız nəyə bərabər olacaq? Düzbucaqlı üçbucaqda hipotenuz nəyə bərabər? Kök hətta katetlərin kvadratları cəminə. Yəni 6-ın kvadratı üstə gələk 8-in kvadratı. Bu da bizə verir neçə? 10. SX-ımız nəyə bərabər oldu? 10-a. Bizdə deyir ki, L bölünsün, SX-i tapın. O da bərabərdir. 14 bölünsün 10. 1,4 metr. Metr deyirəm, 1,4 dəfə. A variantı. 56. Euler Venn diaqramda uyğun bəndləri müəyyən edin. Deməli, yol, bir də yer dəyişmə. Yol və yer dəyişmə. Vektorial cəmiyyətli yer dəyişmə. Bir getdi bura. Vahidi BC-də əsas vahiddir. Hər ikisi vahidi beynəlxalq sistemdə əsas vahiddir və metrdir. 2 ortaqdır. Skalyar cəmiyyətli yol. 3 getdi bura. Hərəkət trayektoriyasının uzunluğudur yol. 4 getdi bura. Hərəkət zamanı sıfıra bərabər ola bilər. Yer dəyişmə. 5 getdi bura. Deyir, hərəkət trayektoriyasının başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçası. Bu da yer dəyişmənin tərifidir. 6 da getdi bura. Deməli, 1, 5, 6, 3, 4, 2. A variantı. 57. A nöqtəsindən B nöqtəsinə modulca sabit sürətlə hərəkət edən cismin trayektoriyası göstərilmişdir. Hansı qrafik bu cismin sürətinin Y oxu üzrə proyeksiyasının zamandan asıllığını ifadə edir? Deməli, sabit sürətlə hərəkət edir. V bərabərdir konstdur. Ona görə də sürətin zamandan asıllıq qrafiki zaman oxuna paralel düz xəttdə olacaq. İndi gəlin biz birinci proyeksiyalamaq nə deməkdir? Onu başa salmışaqlar sizə. Y oxumuzdur. Bu da X oxumuzdur. Riyaziyyatdan bilirsiniz. Bir dənə hər hansı bir vektoru götürürəm. Bu vektorun mən X oxu üzrə və Y oxu üzrə proyeksiyasını tapmaq istəyirəm. Kənardan çəkirəm bir dənə ox. Deməli, yadınızda saxlayın ki, bu deməli vektorun başlanğıc nöqtəsidir. Bu da son nöqtəsidir. Yadınızda saxlayın. Aha, indi başlayırıq nəyə? Proyeksiyalamağa. Bu vektorun hər hansı bir S vektordur. Onun X oxu üzrə proyeksiyasını tapmaq istəyirəm. X oxu üzrə proyeksiyasını tapmaq üçün onun başlanğıcından da X oxuna perpendikulyar endirirəm. Baxın, başlanğıcdan da. Qoyun rəngi dəyişim mən. Aha, başlanğıcdan da ona perpendikulyar endirirəm. Sondan da, baxın, X oxuna perpendikulyar endirdim. Bax, bu qədər hissəmiz bizim, bu qədər hissəmiz. Bu S vektorunun X oxu üzrə proyeksiyasını verir, SX-ımızı. Eynilə Y oxu üzrə proyeksiyasını tapaq. Y oxu üzrə proyeksiyasını tapmaq üçün yenə başlanğıcdan Y oxuna perpendikulyar endirirəm. Sondan da perpendikulyar endirirəm. Bax, bu qədər hissə isə S vektorunun Y oxu üzrə proyeksiyası SY-i verir. Bu metoddan istifadə edib, indi 57 nömrəli məsələni işləyəcəyik, icra eləyəcəyik. Gəlin baxaq. Aha, başlayaq indi məsələmizin həll eləməyə. Bizdə artıq Y oxu üzrə proyeksiyadan söhbət gedir. Y oxu üzrə proyeksiyadan söhbət gedirsə, biz vektorların Y oxu üzrə proyeksiyalarını ayrı-ayrı da tapacağıq. Aha. Gəlin baxaq uşaqlar, mən burada artıq ayıracam bura hissəni. Bir dənə bura C də götürüm. AC və CB hissəsi. Birinci aralıq, ikinci aralıq kimi gedəcəm. Gəlin baxaq. AC aralığını baxırıq. Y oxu üzrə təkcə Y oxu üzrə proyeksiyasına baxacağıq. X oxuna yox. Çünki bizə Y oxu üzrə proyeksiyasını istəyir. Baxın, başlanğıcdan da perpendikulyar endirdim. Bax, bu bizim vektorumuzdur. Sondan da endirdim. X-la, Y-lə Y sıfırımız üst-üstə düşdü. Bax, yadınızda saxlayın ki, hansı vektor ki oxa perpendikulyardır, onun həmin ox üzrə proyeksiyası sıfır olacaq. Bir də deyirəm, hansı vektor, bax, vektorumuz hansı oxa perpendikulyardırsa, onun proyeksiyası sıfır olacaq. Yəni, bax, bu vektorun Y oxu üzrə proyeksiyası sıfır olacaq. Və yaxud da belə bir vektoru götürmüşəm.
bu vektorun y ox üzrə proyeksiyası olacaq. Y ox üzrə proyeksiyası. Amma x ox üzrə proyeksiyası 0 olacaq. Yəni vektorumuz hansı oxa perpendikulyarsa nəticədə onun həmin ox üzrə proyeksiyası 0 olacaq. Yəni məsələn burada SY-i tapmaq istəyirəmsə Y0 tapacağam. Y çıxar Y0. Y ilə Y0 üst-üstə düşdü. Başlanğıc da son da üst-üstə düşsə, onun proyeksiyası nə olacaq? 0. Onda həmin ox üzrə proyeksiyası 0-dırsa, sürəti də 0 olacaq. Deməli, onda birinci aralığımızda sürət 0-dır. Birinci aralıqda sürətimiz VY1 bərabərdir 0. Birinci aralıq 0 olanlar hansılardır? Deməli, bu çıxdaş getdi, bu da çıxdaş getdi, bu da çıxdaş getdi. Qaldı bir dənə C ilə D. Hər ikisinin Y ox üzrə proyeksiyası birinci aralıqda 0-dır. Fikir verirsinizmi? Baxın, 0. İndi keçirik ikinci aralığa. İkinci aralığa diqqətlə fikir verirsiniz. İkinci aralığımız indi budur. C götürək. CB. Bu da ikinci aralığımızdır. Bax belə. Bu istiqamətdə hərəkət eləmişik. A-dan B-yə gəlmişik. Və yadınızda saxlayın ki, uşaqlar, bizim yenə proyeksiyalıyaq. Gəlin proyeksiyalıyaq. Proyeksiyalayanda, baxın, başlanğıcımız bu nöqtədir. Bu oldu mənim Y0-ım. Bu da mənim nəyimdir? Sonum. Bu da mənim Y-im. Və fikir verirsinizsə, Y0-ımız Y-dən böyük oldu ədədi qiymətcə. Məsələn, bura 2 olsun. Burada olsun, məsəl üçün 6. Fikir verirsinizmi? Düsturumuz necə idi? SY-i necə tapırdıq? Y çıxar, Y0. Onda nəticəmiz nə verəcək bizə? Mənfi. Yəni 0-dan kiçik qiymət verəcək. Mənfi dəyər verəcək. Və yaxud da proyeksiyalayanda fikir verirsiniz, vektorunuz aşağı istiqamətdə gedir. Amma sizin Y oxunuz yuxarı yönəlibdir. Deməli, bu vektorun Y ox üzrə proyeksiyası mənfi olacaq. Onlar əks istiqamətdə yönəldiyinə görə. Vektorunuzla Y oxu eyni istiqamətdə yönəldirsə, bu zaman proyeksiyamız müsbət olardı. Yox, əgər əks istiqamətdə yönəldilərsə, bu zaman proyeksiyamız mənfi olacaq. Yəni, bu zaman bizim VY-imiz də ikinci aralıqda 0-dan kiçik olacaq. Yəni, mənfi dəyərdə olacaq. Onda cavabımız nə olacaq? C variantı. 58. X ox üzrə hərəkət edən iki cismin koordinat zaman qrafikləri verilmişdir. Cisimlərin görüş yerlərinin koordinatlarını müəyyən edin. Aha, görüş yerləri. Görüş yerləri dedikdə uşaqlar dedik ki, bizim koordinatlarımız bərabər olmalıdır. Yəni, qrafiklərimiz kəsişməlidir. Gəlin, baxaq, görək hansı aralıqlarda kəsişiblər. Bir, bax, bu zaman aralığında kəsişibdir. Bir də bu zamanda. Fikir verirsinizmi? Amma bizdən zamanı istəmir. Görürsünüz, bir 4-cü saniyədə, bir də 9-cu saniyədə görüşüblər. Bizdən zamanı istəmir. Görüş koordinatlarını istəyir. Deməli, 4-cü saniyədə onların son koordinatı 10 olubdur. Deməli, birincidə 10. Sonra ikincidə də, ikinci aralıqda da x1 olsun. Bu da x2-də də mənfi 10. 10 mənfi 10 A variantı. 59. Deyir, x ox üzrə hərəkət edən A, B və C cisimlərin koordinatının zamandan asılı qrafik verilmişdir. Hansı mülahizələr doğru deyil? Doğru olmayanları tapacaq uşaqlar. Gəlin, birinci, burada hər birinin ayrılıqda sürətlərini tapaq. Sonra müqayisələrimizi eləyək. Birinci, A-nın sürətini tapıram. VA bərabərdir. X çıxaq. X0 bölünsün T bərabərdir. Gəlin, baxaq. X-ımız, baxın, deməli, neçə saniyə götürürüm? 4 saniyə götürürüm zamanı. 4 saniyədən sonra, baxın, fikir verirsiniz, 4 saniyədən sonra son koordinatı neçə olubdur? 20 çıxaq. Sonra, başlanğıc koordinatı neçədir? A-nın 10 çıxaq 10. Bölünsün zamanı da neçə götürmüşəm? 4. O da bərabərdir. 20 çıxaq 10. 10. Onu da 4-ə böləndə 2,5. Birincinin sürətini tapdıq VA-nı. İndi keçək VB-ni tapaq. VB-miz budur. VB bərabərdir. Aha. Keçəyin indi, baxın, yenə 4 saniyə götürürəm. Fərqi yoxdur, uşaqlar. Neçə saniyə götürürsünüz, götürün. Hər birinin sürəti stabil bir rəqam olmalıdır. Neçə götürürsünüz, götürün zamanı. Fərqi yoxdur. Gəlin 4 saniyə götürək. 4 saniyədə görək, baxın, B-nin son koordinatı neçədir? Mənfi 10. Fikir verirsinizmi? VB-din B-nin sürətini tapmalıyam. 4 saniyədən sonra onun son koordinatı mənfi 10 çıxaq. Sonra onun başlanğıc koordinatı neçə olubdur? Baxın, buradan başlayıb qrafik müsbət 10. Bölünsün 4 saniyə. 4.
mənfi 20 bölünsün 4, o da eləyir mənfi 5. Bu cisimimiz x oxun əksi istiqamətində 5 metr bölünsün saniyə sürətindən düz xətli bərabər sürətli hərəkəti icra edibdir. Keçən VS-yə. VS-ni tapaq. S-ni budur. Aha. Gəlin yenə 4 saniyə götürürəm. 4 saniyədən sonra onun son koordinatı neçə olubdur? Mənfi 20 çıxaq. Sonra və başlanğıc koordinatı nədir? Bax, qrafikimiz haradan başlayıbdır buradan. Fikir verirsinizmi? Başlanğıc koordinatımız 0 bölünsün. 4 saniyə götürmüşdüm zamanı. 4. Deyilir neçə? Mənfi 5. Bu cisimimizdə yenə x oxun əksi istiqamətində 5 metr bölünsün saniyə sürətlə düz xətli bərabər sürətli hərəkəti icra edibdir. Sürətlərimizi tapdıq. İndi gəlin mülahizələrə baxaq. Mən bunu biraz yığcamlaşdırım. VS. Gəlin oxuyalım. B cismin sürətinin modulu, ədədi qiymətcə yəni. B cismin sürətinin modulu A cismin sürəti modulundan böyükdür. A-nın sürətindendir böyük. Düzdür. Baxın, VB böyükdür V A-dan. Düzdür, bəli. Sonra keçəyim bir düzdür. Yəni, amma bunu götürməyəcəyik. Yanlış kimi götürürük. B cismin sürəti modulu A cismin sürəti modulundan kiçikdir. Səhvdir. B cismindir sürətinin modulu A cismin sürətinin modulundan kiçikdir. Səhvdir. Yəni, bunu götürəcəyik artıq. Cavablar bizdə doğru olmayan istəyir. Sonra 3. B və C cisimlərin sürətlərinin modulu bərabərdir. Baxın, B ilə C-nin sürətlərinin modulları bərabərdir. Düzdür. 5, 5. Hər ikisi də ədədi qiymətcə eynidir. 3 düzdür, amma götürməyəcəyik. B və C cisimləri arasındakı məsafə hər an sabitdir. Bəli, uşaqlar, yadınızda saxlayın ki, B və C cisimləri düz xətli bərabər sürətlə hərəkət etdiyinə görə onların sürətləri dəyişmir. Sürət dəyişmədiyinə görə artıq onlar arasındakı məsafə də dəyişməyəcək. 4 düzdür, amma biz onu qəbul eləməyəcəyik də, səhv kimi götürəcəyik. Yəni, bizdə doğru olmayanlar istəyir. Biz B və C cisimləri arasındakı məsafədə hər an sabitdir, düzdür bu. Bunu götürməyəcəyik. B cismi ilə C cismi eyni istiqamətdə hərəkət edirlər. Bəli, B cismi də x oxun əksi istiqamətində hərəkət edir. C cismi də x oxun əksi istiqamətdə hərəkət edir. 5 də düzdür, amma götürməyəcəyik. B cismi ikinci saniyədə istiqamətini dəyişmişdir. Baxın, B cismi deyir. İndi mən bu qrafikin bu hissəsini sileyim. Deyir ki, B cismi ikinci saniyədə istiqamətini dəyişmişdir. Xeyr, yanlışdır. V'nin T'dən asılılıq qrafiki verilsəydi, B cismini çəkirəm, baxın, olduğu kimi. Belə, V'nin T'dən asılılıq qrafiki verilsəydi və bu qrafikin T oxu ilə kəsişməsi zamanı anında cisim istiqamətini dəyişə bilərdi. Cisim ümumiyyətlə istiqamətinin dəyişməsi üçün onun sürəti nə olmalıdır? Sıfıra bərabər olmalıdır. Yəni, cisim bir anlıq dayanmalıdır ki, o istiqamətini dəyişə bilsin. Bu da düz xətli bərabər sürətlə hərəkət edir. Və düz xətli bərabər sürətlə hərəkət edirsə, artıq burada cisim dayana bilməz. X-in T-dən asılılığı oxunda, qrafikində bizim grafikin zaman oxu ilə kəsişməsi anında cisim istiqamətini dəyişmir. Sadəcə artıq burada cisim koordinat başlanğıcından keçir. İkinci saniyədə cisim koordinat başlanğıcından keçir. Yəni 6 da səhvdir. Yəni doğru cavab kimi götürəcəyik də, doğru deyil yəni. 2, 6. 60. Cisim ABCD trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən D nöqtəsinə gəlir. Onun getdiyi yol yerdəyişmə modulundan neçə dəfə çoxdur? Yenə də gedilən yolun yerdəyişmədən neçə dəfə çox olduğunu istəyir. L bölünsün SX. Birinci gəlin gedilən yolumuzun tərifini yadımıza salağın. Deyir, trayektoriyanın uzunluğuna gedilən yol deyir. Bax, trayektoriyamızın uzunluğu budur. A. Deməli, bizim gedilən yolumuz neçə oldu? 3A. Sonra yerdəyişmənin tərifini yadımıza salaq. Dedik ki, yerdəyişmə trayektoriyanın başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçası. Yəni, bax, bu hissə. SX-ımız nə qədərdir bəs? SX-ımız isə neçə oldu? A-ya bərabər. Və bizdən nə istəyir? L bölünsün SX istəyir. L-imiz oldu 3A bölünsün SX-ımız da A. İxtisarlarımıza aparaq, qaldı neçə? 3. 61.
Cisim ABCD trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən D nöqtəsinə gəlir. Onun getdiyi yol yerdəyişmə modulundan neçə dəfə çoxdur? Yenə gedilən yolun yerdəyişmə modulundan neçə dəfə çox olduğunu istəyir. L bölünsün SX istəyir. Bərabər sual işarəsi. L dedik ki, trayektoriyanın uzunluğudur. Baxın, trayektoriyanın uzunluğu. Yəni L bərabərdir 5A-ya. Trayektoriyamızın uzunluğu 5A. Yer dəyişməmiz nə qədərdir? SX-imiz başlanğıc və son nöqtəni birləşdirən istiqamətlənmiş düz xətt parçası A-ya. L bölünsün SX-i istəyir. 5A bölünsün A-ya. A-lar ixtisar getdi. Qaldı neçə? 5. 62. X oxu üzrə hərəkət edən cisimin koordinatının zamandan asılı qrafiki verilmişdir. Müşahidəyə başlayandan 3 saniyə ərzində gedilən yolun yer dəyişmə modulundan neçə metr çox olduğunu hesablayın. Gedilən yolun yer dəyişmə modulundan neçə dəfə çox olduğu. L çıxaq SX istəyir. İndi çıxaq istəyir. Nə qədər çox olduğunu istəyir. Getdik. Deməli, birinci gedilən yol trayektoriyanın uzunluğuna gedilən yol deyilir. Baxın, diqqətli olun. Trayektoriyamız hansıdır? Bax, budur. Bax, budur. Bunun uzunluğunu tapacağım. Gəlim tapağın. Birinci. Bax, buradan gəlmişik bura. Nə qədər getmişik? 6-dan gəlmişik 1-ə. 5 metr getdikmi? Bura oldu 5 metr. Sonra 1-dən də qalxmışıq neçəyə? 3-ə. 1-dən də 3-ə qalxmışıq. Burada 2 metr. Onda bizim gedilən yolumuz nə qədər oldu? 7. 5 üstə gələ 2 bərabərdir 7 metr. Bizim gedilən yolumuz 7 metr. İndi gəlin yer dəyişmənin tərifini deyək. Trayektoriyanın başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçası. Başlanğıcımız neçədir? X0-ımız neçədir? X0-ımız 6. Sonumuz neçədir? X-ımız da 3. Baxın, başlanğıc sonumuz da 3. Bizim SX modulunda ama deyir, yer dəyişmə modul dediyinə görə SX-i tapanda artıq modulda tapacağım. Deməli, X çıxaq X0. O da bərabərdir. X-ımız neçə oldu? 3 çıxaq 6. Bu da bizə verəcək neçə? 3. Nə qədər çoxdur? L çıxaq SX istəyir. L-imiz nə qədərdir? 7 çıxaq 3 bərabər 4 metr çoxdur. 63 də 62 tipli məsələdir. X oxu üzrə hərəkətdə cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Müşahidəyə başlayandan 4 saniyə ərzində gedilən yolun yer dəyişmə modundan neçə metr çox olduğunu hesablayın. Deyənə L çıxaq SX istəyir. Gəlin birinci L-i tapağın. Dedik trayektoriyanın uzunluğu bizə gedilən yolu verir. Deməli 4-dən gəlibdir 1-ə neçə metr gedibdir? 3 metr. Sonra 1-dən də qalxıbdır 6-ya. Bu da oldu 5 metr. Deməli, gedilən yolumuz nə qədərdir? L bərabərdir. 3 üstə gələk 5 bərabərdir 8 metr. Sonra keçirik yer dəyişmənin tərifinə. Yer dəyişmənin tərifi necə oldu? Trayektoriyanın uzunluğu, trayektoriyanın başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçası. Baxın, bu qədər hissə. X-ımız, X0-ımız neçədir? 4. X-ımız isə neçədir? 6. SX bərabərdir. SX bərabərdir. X çıxaq X0. O da bərabərdir 6 çıxaq 4 bərabərdir 2. Nə qədər çoxdur? L çıxaq SX bərabərdir. L-imiz 8 çıxaq 2 bərabərdir 6 metr çoxdur. 64. 64 deməli yeni salınan tipli məsələlərdəndir kitaba. Ona görə də diqqətli olun. Məntiqi tipli məsələdir. Diqqətli olsaz, düzdür, biraz işlənmə metodu uzun gedir, amma asan məsələlərdəndir, sadə tipli məsələlərdəndir. Şərtini dəqiq oxumaq lazımdır və sonda nəyi axtarırıq, sonra diqqət yetirmək lazımdır. Deyir, X oxu üzrə hərəkət edən A və B avtomobillərinin koordinat zaman qrafikləri verilmişdir. 4-cü saniyənin sonunda avtomobillər arasındakı məsafəni hesablayın. 4-cü saniyənin sonunda avtomobillər arasındakı məsafəni istəyir. Bizdən sonda nə istəyir? T bərabər 4-cü saniyənin sonunda avtomobillər arasındakı məsafə dedikdə uşaqlar yadınızda saxlayın ki, deməli bizə son koordinatlar arasında son koordinatlar lazımdır. Yəni X A-la X B lazımdır. X A və X B lazımdır ki, son koordinatlar lazımdır ki, 4-cü saniyədən sonra bu son koordinatları bunların nədirsə onlar arasındakı məsafədə o qədər olacaq. Çıxıb tapacağıq. Gəlin tapağın. Birinci ayrı-ayrılıqda hər birinin sürətini tapaq ilk növbədə. Gəlin tapaq. VA. VA bərabərdir. X çıxaq. X0 bölünsün T. Da bərabərdir.
Baxın, A budur. Bu. Başlanğıc koordinatımız 0-dır. Son koordinatımız 2 saniyədən sonra neçədir? 10. Deməli, 10 çıxaq 0 bölünsün 2. O da bizə verəcək neçə? 5. Sonra keçək indi B-nin sürətini tapaq. VB. Düz xətli bərabər sürətli hərəkətin qrafikləridir uşaqlar. Ona görə də bütün nöqtələrdə sürət ədəd qiymətcə eynidir. Və sürətin ədədi qiymətlərini tapırıq ki, bizə koordinatların tapılmasında sürətlər lazımdır. VB-ni tapaq. VB-miz yenə x çıxaq x0 bölünsün t düsturundan istifadə edəcəm. Baxın, VB-nin qrafiki budur. Başlanğıc koordinat 2 saniyədən sonra onun son koordinatı 10-dur. Başlanğıc koordinatımız da x0-ımız da 4-dür. Onda olacaq nə? 10 çıxaq 4 bölünsün neçə? 2-yə. 10 çıxaq 4, 6, 6-nı da 2-yə böləndə 3. Deməli, VA-nın sürəti oldu 5, VB-nin sürəti oldu 3. Məsələlərin həllində bizdə lazım olacaq bunlar. Getdik. İndi son koordinatı tapmalıyıq. X-A bərabərdir. X0 A. Üstə gələk. Deməli, VA vuraq T. Getdik. İşləyək. Birincinin tənliyin qururam. X-A bərabərdir. X0A. X0A-mız, baxın. A-nın başlanğıc koordinatı neçədir? X0A-mız. Baxın, 0. Qrafikimiz aradan başlayıb 0. 0 üstə gələk. VA-mız 5 vuraq. T-miz neçə saniyədədir? 4. 5 vuraq 4 neçə elədi? 20. Deməli, bizim 4-cü saniyənin sonunda 4 saniyədən sonra bizim cismimiz koordinat başlanğıcından 20 metr məsafədə olacaq. Birinci tapdıq. İndi keçək B-yə. XB bərabərdir. X0B üstə gələk. VB vuraq T-yə. Gəlin yerinə qoyaq. XB bərabərdir. V0B. Gəlin baxalım görək B-nin başlanğıc koordinatı neçə idi? Baxın. Fikir verirsinizmi? X0B-nin də başlanğıc koordinatı 4-ə bərabərdir. 4 üstə gələk. VB-miz bayaq tapdıq. 3. Zamanımızda neçə verib? 4 saniyədən sonra. 4. 3-ü 4-ə 12. 12-nin üstünə də 4 gələndə neçə eləyir? 16. Deməli, bizim VB-mizin də son koordinatı 16-dır. İndi gəlin bunu koordinat oxu üzərində təsvir edin uşaqlar. Sizin üçün asan da olsun. Dərk eləyəsiniz məsələni, başa düşəsiniz. Baxın, birinci cisim A-mız. Başlanğıc koordinatımız 0-dadır. A cismi buradadır. Baxın, A cismi başlanğıcda buradadır. Və hərəkət eləyib 4 saniyədən sonra gəlib 20-yə. Fikir verdinizmi? Biraz bu yandan çəkim. 20-yə. Bu oldu A ştrixi, son nöqtəsi. Sonra ikinci cismi isə koordinat başlanğıcından 4 B nöqtəmiz, B nöqtəsi, B cismi koordinat başlanğıcından 4 metr məsafədə dayanıb. Bu sizin B-z. Sonra 4 saniyədən sonra son koordinat neçə olubdur? 16. 4 saniyədən sonra da gəlibdir, baxın bura. Bu da B ştrixi. Fikir verdinizmi? Aha. Deməli, 4 saniyədən sonra onlar arasındakı məsafə. Baxın, 4 saniyədən sonra bu 16-da dayanıb, bu da 20-də. Yəni, nə edəcəksiniz? X A-dan çıxacaqsınız X B-ni. Onlar arasındakı məsafəni tapmaq istəyirsinizsə. 20 çıxaq 16. Bu da belədir 4 metr. Baxın, bu qədər məsafə. 65. Deyir, X ox üzrə hərəkət edən A və B maddi nöqtələrin koordinat zaman qrafikləri verilmişdir. 6-cı saniyənin sonunda avtomobillər arasındakı məsafə 4 metrdir. Demək, 6-cı saniyənin sonunda avtomobillər arasındakı məsafə 4 metrdir. Müşahidəyə başlayanda onlar arasındakı məsafəni hesablayın. Müşahidəyə başlayanda onlar arasındakı məsafə. Baxın, uşaqlar, müşahidəyə başlayanda qrafiki gəlin təsvir elə X ox üzrə. Nə istəyir bizdən? Birinci onun müəyyənidir. Birinci A nöqtəmiz, baxın, koordinat başlanğıcda. Amma B-miz fikir verirsən, müəyyən bir dəyərdədir. Özü X ox istiqamətindədir. Bir dəyərdədir. Bizdə X0A var. X0B isə yoxdur. Başlanğıc anda biz bunu tapmaq üçün nə etməliyik? X0B-dən çıxmalıyıq X0A-nı. X0A da onsuz da 0-a getdi. Deməli, onlar arasındakı məsafə ilə X0B-yə bərabər olacaqmı?
Yəni bizə artıq x0b-ni, yəni B nöqtəsinin başlanğıc koordinatını tapmaq elə bizə yetərlidir. Yəni başlanğıc anda bizim cismimiz harda dayanıbsa, B nöqtəsi harda dayanıbsa, onu tapmaq yetərlidir. x0a onsuz da 0-a bərabər çıxanda onsuz da nəticəmiz yenə x0b-ni verəcək. Bizdə son nəticəmiz, yəni burada x0b-ni tapsaq yetərlidir. Bizim cavabımız, nəticəmiz olacaq. Başlanğıc anda onlar arasındakı məsafə elə x0b-yə bərabərdir. Nə üçün? Dedim yenə x0a-mız nədir? 0-a bərabərdir. Bunlar arasındakı məsafə nə qədər olacaq? Yəni x0b çıxaq x0a-ya. x0a da onsuz da 0-a getdi, qaldı x0b. İndi gəlin məsələni işləyək uşaqlar. Məsələni necə işləyəcəyik? Bizə lazımdır x0b. 6-cı saniyədə bunlar arasındakı məsafə 4 metr olmuşdu. Gəlin yazaq. 6-cı saniyənin sonunda. X-a çıxaq. XB bərabərdir, veribdir 4. Özdə neçə saniyədə T bərabərdir? 6-cı saniyədə. Getdik. Gəlin birinci sürətləri tapaq. Mən birinci sürətləri tapım. Çünki məsələ həllində mütləq bizə sürət koordinatın tənliyində mütləq sürət lazım bizə. Birinci, VA bərabərdir. Birinci A-nın sürətini tapıram. A-nın sürətini tapanda X çıxaq. X0 bölünsün T düsturundan istifadə edəcəm. 2 saniyə götürürəm. Yenə düz xətli bərabər sürətlə hərəkətdir. Bütün nöqtələrdə sürət eynidir. A-mızın qrafiki budur uşaqlar. Baxın. 2 saniyədə. 2 saniyədən sonra onun son koordinatı neçə olub? 4. 14. 14 çıxaq. Başlanğıc koordinatımız neçədir? 0. Bölünsün 2. Neçə elədi? 7. Birinci VA-nın sürətini 7 tapdıq. İndi keçək VB-yə. VB bərabərdir. İndi B-nin qrafiki budur uşaqlar. Baxın. X çıxaq. X0 bölünsün T düsturundan istifadə edəcəm. Yenə ikinci saniyeyi götürəcəm. İkinci saniyədə. Baxın. 2 saniyədən sonra onun son koordinatı neçə olubdur? 14 çıxaq. Bəs onun başlanğıc koordinatı neçədir? Bilmirik. X0b bərabərdir sual işarəsi. Elə x0b yazacağım. x0b elə bizə nəticədə bu lazımdır. Bölünsün zamanımız da neçədir? 2. Sürətləri tapdıq uşaqlar. Bizə lazımdır. Məsələ həllində baxın. Baxın bu hissələr. İndi gəlin biz x-a-nı, x-b-ni ayrıqda yazaq. x-a bərabərdir. Bərabərdir. X-a-nın düsturu x0, a, üstə gələk, v-a, vuraq t. Yerinə yazağın x-a bərabərdir. x0a-mız neçə idi uşaqlar? x0a-mız başlanğıc koordinatımız 0-dır. 0 üstə gələk, v-a-mızı tapdıq 7, vuraq, t-miz də neçədir? 6. Elədi 42. Birincini tapdıq. 6 saniyədən sonra bizim x-a-mız koordinat başlanğıcından 42 metr məsafədə dayanacaq. Keçək indi x-b-yə. x-b bərabərdir. x0b üstə gələk v-b vuraq t-yə. Yerinə yazağın x-b bərabərdir. x0b. x0b-ni bilmirik uşaqlar. Olduğu kimi yazıram. x0b üstə gələk v-b-miz. Bunu olduğu kimi köçürəcəm uşaqlar ora. Baxın, baba, bunu olduğu kimi VB-ni. 14 çıxaq x0b. Diqqətli olun burada işarələrə görə. Bölək 2, vuraq. T-miz də neçə idi? 6. Buradan da gəlin hesablama aparaq biraz. Məlumlarla məchulları biraz yığaq. 2 ilə 6 ixtisar gedir, qaldı 3. Onda olacaq nə? Bax, diqqətli olun. x0b üstə gələk, açıq aydın yazıram. 14 çıxaq. x0b vuraq 3. Bərabərdir qoyuram. Vurub açın bir dəfəlik. x0b üstə gələk. 14-ü 3-ə vururam. 42 çıxaq. 3 x0b. Biraz da yığağın uşaqlar. Məlum məchul eləyək. x0b-dən 3 x0b-ni çıxanda mənfi 2 x0b qalır. Üstə gələk 42. Baxın. Deməli, x-a-nı tapdıq 42, x-b də budur. İndi yerinə qoyacağım, baxın, bu tənlikdə. Bu tənlikdə yerinə qoyacağım. Yəni, x-a çıxaq x-b bərabərdir 4. Gəlin, indi x-a-nı yerinə yazaq. X-a-mız neçə idi? 42 çıxaq
XB-miz açma örtərzə mənfi XB-mizin yerinə bunu qoyuram. 2x0b üstə gələk 42. Bərabərdir neçəyə? 4-ə. Baxın, x-a-nın yerinə 42-ni, xb-nin yerinə də öz tənliyin yerinə yazdıq. Aha, gəlin də mötərizəni vurub açağın. Diqqətli olun uşaqlar. 42 çıxaq. Bu mənfi-mənfini müsbət edici onda plus 2x0b mənfi buradakı müsbəti mənfi edəcək. Çıxaq 42 bərabər 4-ə. İstar gedəcəkmi? 42 ilə 42 getdi. Müsbət 42 ilə mənfi 42. Qaldı nə? 2x0b bərabərdir 4-ə. x0b də bərabərdir neçəyə? 2-yə. Cavabımız oldu 2. Baxın, sübut edək. x0b çıxaq x0a-nı istəyirdi. Başlanğıcanda koordinat cisimlər arasındakı məsafəni. Başlanğıcanda baxın, birinci cismimiz, baxın, A cismi buradadır başlanğıcanda. B cismi isə koordinat başlanğıcından 2 metr məsafədədir. Onda onlar arasındakı məsafə nə qədər olacaq? 2. 2 çıxaq 0 bərabərdir 2. Yəni cavabımız oldu 2. Məsələ biraz qarışıq ola bilər, amma bu məsələni işləmə metodunu öyrənmək istəyirsinizsə 3 dəfə, 4 dəfə məşq eləmək lazımdır. 66. X ox üzrə hərəkət edən A və B maddi nöqtələrin koordinat zaman qrafikləri verilmişdir. 5-ci saniyənin sonunda avtomobillər arasındakı məsafə 3 metr olmuşdur. B avtomobilin başlanğıc koordinatını müəyyən edin. Deməli, baxın, 65 nömrəli məsələnin qəşəng işləmə metodunu öyrənirsiniz. Sonra 66-nı sərbəst şəkildə özünüz işləyin görə işləyə biləcəksinizmi? Aha, başlayaq. Eyni tipli məsələdir. 5-ci saniyə sonunda bir avtomobillər arasındakı məsafə 3 metr olmuşdur. Yəni, x-a çıxaq x-b bərabər neçəyə? 3-ə. Veribdir. B avtomobilin başlanğıc koordinatını hesablayın. x0, b bərabərdir sual işarəsi. Eyni tipli məsələdir. Bu tipli məsələləri işləmək üçün ilk öncə biz sürətləri tapmalıyıq. Birinci gəlin baxağın, deməli, A-nın sürətini tapaq. VA bərabərdir. X çıxaq x0 bölünsün t bərabərdir. X çıxaq x0. X-imiz neçədir? 2 saniyədən sonra. Baxın, A-nın qrafiki bu olacaq. Diqqətlə baxın, A-nın qrafiki budur. 2 saniyədən sonra 12 çıxaq. Başlanğıc koordinatımız neçədir? 0. 0 bölünsün 2. Neçə elədi? 6. Deməli, birinci A-nın sürəti elədi 6. İndi gəlin B-nin sürətini tapaq. VB bərabərdir. Yəni, eyni metoddan x çıxaq x0 bölünsün t bərabərdir. O x0 A-dır, bu x0 B-dir. Gəlin indi verilənləri yerinə yazağın. Bu da B-nin də artıq. x0 B 2 saniyədən sonra artıq B-nin son koordinatı necə oldu? 12 çıxaq. Amma başlanğıc koordinatımız məlum deyil. Çıxaq x0 B bölünsün. Zamanımız da neçədir? 2. Artıq burada məchul oldu. Onsuz da biz x0 B-ni tapmalıyıq. Bax, son nəticədə x0 B-ni istəyir bizdən. Aha, başlayaq indi 5-ci saniyədə deyirik ki, x-a çıxaq xb bərabərdir 3-ə. T bərabər neçə saniyədə? 5-ci saniyənin sonunda. Gəlin x-a-nı tapaq, tənliyin yazaq. x-a bərabərdir x0a üstə gələk va vuraq t-yə. Verilənləri yerinə yazaq. x-a bərabərdir x0a. Baxın, x0a-mız nəyə bərabər idi? 0-a. 0 üstə gələk. V-amızı neçə tapdıq? 6 vuraq. T-miz də neçədir? 5. 6 vuraq 5 oldu 30. Birinci cisim 5 saniyədən sonra koordinat başlanğıcından 30 metr məsafədə olacaq. Birincini tapdıq. X-a-nı tapdıq. İndi keçirik XB-yə. XB bərabərdir x0b üstə gələk VB vuraq T-yə. Verilənləri yazağın. XB bərabərdir x0b hələ məlum deyil. Yəni, məchulumuz budur, onu axtarırıq. VB-miz, VB-nin yerinə bunu köçürəcəm. Yəni, 12 çıxaq x0b bölünsün 2 vuraq. T-miz də neçədir? 5. Gəlin, indi məsələni xb bərabərdir. Biraz yığağım. Məlum məchul eləyək. x0b üstə gələk 2. 5-i 1-1 vuraq. 12-ni 5-ə vuranda eləyəcək 60. Çıxaq 5 x0b. Aha. Sonra xb də bərabərdir. Yenidən ortaq məxrəcə gətirək 2. 2x0b
Üstə gələk 60 çıxaq 5x0b. Aha, xb də bərabərdir 2x0b-dən 5x0b-ni çıxanda qalır mənfi 3x0b. Üstə gələk 60 bölünsün 2. Aha, buradan o yəni artıq riyazi hissədə diqqətli olmaq lazımdır ümumiyyətlə işarə məsələsinə uşaqlar. Deməli, x a-nı da tapdıq, x b-ni də. Biz bax, burada belə bir tənlik yazmışdıq. Deyirdi ki, başlanğıcda x a çıxaq x b 3-ə bərabərdir. X a çıxaq x b bərabərdir 3-ə. İndi gəlin verilənləri yerinə yazaq. X a-mız nəyə bərabər oldu? Baxın, x a-mız 5-ci saniyədən sonra neçə oldu? 30. Yerinə x a-nın yerinə 30 çıxaq. X b-nin yerinə də baxın bunu köçürəcəm. Yəni mötərizədə mənfi 3x0b üstə gələk 60. Diqqətli olun orada işarə məsələsini bölünsün 2 bərabərdir 3-ə. X a-nın yerinə bunu, x b-nin yerinə bunu köçürdük. İndi gəlin məsələni həll edək. Artıq yazı hissəyə keçdik. Ortaq məxrəcə gətirdik. Təsəvvürünüzdə canlandırın. 2-yə vurduq bunu. 2-yə vurdum. 60 çıxaq. Mötərizəni açırıq artıq. Mənfi mənfini müsbət eləyəcək. 3x0b. Aha, mənfi müsbəti mənfi eləyəcək. Çıxaq 60 bərabərdir 3-ə. Sonra 60. Buradan da gəlin birbaşa yazağın. 60 ilə mənfi 60 gedəcək. Aha, islah olacaq. Bunlar 7. Qaldı nə? Deməli 3x0b açıq aydın yazıram bölünsün 2 bərabərdir 3-ə. Və buradan da 3x0b bərabərdir 6-ya. Çarpaz vurduq açdıq. x0b də bərabər neçə 2-yə. Cavabımız oldu 2. Yenə deyirəm, bir dəfəyə işləyib öyrənəcək məsələ deyil. 3 dəfə, 4 dəfə, 5 dəfə, lazım gələrsə 10 dəfə yazıb işləmə metodunu öyrənirsiniz.